Salam değerli izleyiciler, onurğasında hər hansı bir problem olan skalyozdan əziyyət çəkənlər bu videonu axıra qədər izləyin. Herkese salam, ben Sekinə. 3 hafta bundan önce skalyoz probleminden ötürü Stimul Hospital'a müracaat etmiştim, fizyoterapi şubesine. Bugün sonuncu günümdü, müalicəm artıq bitti, 21 günüm tamam oldu ve artık ağrılarım tam şekilde bitib. Ve çok razıyam, doktorlarımdan çok razıyam, hər birinə təşəkkür edirəm. Bu problemimdən qurtulduğum için de çok xoşbəxtəm. Skalyoz xəstəliyinin yaranma səbəbləri müxtəlifdir. Hazırda ən çox idiopatik skalyoza rast gəlinir ki, bu da yeniyetmələrdə sürətli boy artımından qaynaqlanır. Funksional pozğunluqlardan, əzələ sinir zəifliyindən irəli gəlir. Konjenital skalyoz ola bilər ki, bu da ana bətnində uşağın onurğa sütununun düzgün formalaşmamasından ola bilər. Hal-hazırda məktəblilərin çantaları bir tərəfli götürülməsindən çiyinlərin biri deformasiyaya uğrayır. Əgər siz də skalyoz xəstəliyindən və yaxud onurğa sütununun hər hansı bir xəstəliyindən şikayətçisinizsə, o zaman bizə Stimul Hospitala müraciət edin. Stimul Hospitalla əlaqə nömrəsi 070 335 65 25.